Herkese salam. Kur'an-ı Kerim'de Darwin'e mesaj olduğunu bilirdiniz. 1400 yıl bundan evvel Darwin'e mesaj. Charles Darwin, doğum tarihi 12 fevral 2. ay 1809 yıl. Bu rəqəmləri toplayırıq. 12 üstəgəl 2. ay üstəgəl 1809. 1823. 1823-cü aya Hicr surəsi 21-ci ayəyə rast gəlir. Bilirsiniz ki, Charles Darwin biyolog olub. Yəni insanın necə meymundan yarandığını sübut etməyə çalışan bir biyolog, bir alim olub. Bunu hər kəs bilir. 21-ci ayədə başlayırıq oxumağa ta 26-cı ayəyə qədər. Elə bir şey yoxdur ki, onun xəzinələri bizim qatımızda olmasın. Biz hər şeyi yalnız müəyyən olunmuş bir ölçü ilə endiririk. Bitkiləri tozlandırmaq və bərəkətləndirmək üçün küləkləri göndərdik. Həmçinin susuzluğunuzu aradan qaldırmaq üçün göydən su endirdik. Onun qaynağını saxlayan siz deyilsiniz. Həqiqətən həyatı verən də bizik, ölümü hökm edən də bizik. Müvəqqəti olanlar gedib yox olduqdan sonra hər şeyin varisi də biz olacağıq. Şübhəsiz ki, sizdən əvvəl keçib gedənləri də bilirik. Sizdən sonra gələcəkləri də bilirik. Şübhəsiz, qiyamət günü onların hamısını bir yerə toplayacaq olan sənin Rəbbindir. Həqiqətən o hər şeyi biləndir, hikmətlə hökm edəndir. Burada diqqətli olun. Həqiqətən biz insanı səs çıxaran quru palçıqdan formalaşdırılmış qara palçıqdan yaratdıq. Yəni deyir ki, biz insanı meymundan yaratmadıq, palçıqdan yaratdıq, torpaqdan yaratdıq. Görürsünüz, 21-ci ayədən ta 26-cı ayəyə qədər təbiətdən və bitkilərdən söhbət gedir, biologiyadan söhbət gedir. İndi siz düşünün, siz burada nə anladınız?